Sual 73. Bizə deməli məhlul verib, 40%li məhlul. Bir də onun üzərinə sual əlavə eləyib və 10%li məhlul alıb. Baxın, yəni vəziyyət belədir. 40%li məhluldur. Hansı ki, bundan bir hissə götürübdür. Bir hissə. Sonra bir də su veribdi bizə. Su. Sudan da x hissə götürüb, demir bizə. Və deyir ki, bunları qarışdır, 10%li məhlul al. Dəyərlər, biz suya necə baxaq? Gəlin bu suyu silək buradan. Suya baxıram 0%li məhlul kimi. Neyək biz? Deməli, götürək biz böyükdən balacanı çarpı istiqamətdə çıxaq. 40-dan 10%-i çıxıram. 40 çıxılsın 10%. Bu eləyəcək 30. 10-dan da çıxıram 0-ı. Bu da eləyəcək 10. Bunlar x-ə gedəcək 1, 3. Qısası bunlar 1-in 3-ə nisbətdir. 1-in x-ə deyirdi, 1-in 3-ə. Yəni x bərabərmiş 3-ə. Yəni D variantı. Sual 74. Deməli, bizə məhlul verib 40%li məhlul. Yazıram 40%li məhlul. Sonra nə verib? Deyir, onun üstündə də su əlavə elə. Baxın, su da olur 0%li məhlul. Bunları qarışdır, 4%li məhlul al. Belə bir qayda var. Qarışdırma üsulu, çarpaz metod, buna müxtəlifdir. Nə bilim, xaç qaydası falan. O qədər metod deyirlər ki, buna. Biz burada nə edəcəyik? Metodun mahiyyəti budur. Çarpaz istiqamətdə böyük faizdən kiçik faizi çıxacaq. Yəni, gördüyünüz kimi 40-dan 4-ü çıxıram. 40 çıxılsın 4 eləyəcək 36. Sonra 4-dən 0-ı çıxıram. 4 çıxılsın 0 eləyəcək 4. Bunlar xısa gedəcəklər 1 bölünsün 9. Yəni, əgər mən 40%li məhluldan 1 hissə götürəcəmsə, sudan 9 hissə götürəcəm. Qısası x-imiz olacaq 9, yəni C variantı. Sual 75. A və B qablarının hər birində eyni həcmdə xlor turşusu məhlulu var. Belə təsəvvür eləyək. Baxın, A qabında 100 ml, məsələn üçün deyirəm, H xlor məhlulu var. H xlor 100 ml deyil, 100 ml məhluldur və burada müəyyən bir miqdar H xlor var. B qabında da eyni qaydada 100 ml-lik bir məhluldur, içərisində H xlor var. Ona görə deyir ki, hər birində eyni həcmdə H xlor turşusu məhlulu var. Hər birində eyni həcmdə xlor turşusu məhlulu var. Deyir ki, məhlulda H xlorun kütlələri müxtəlifdir. Məsələn, belə təsəvvür eləyək. Birinci qabımızda, atıram məsələm üçün, 4 qram H xlor var. İkinci qabımızda da 8 qram H xlor var. İndi bizə nə deyir? Deyir ki, bu məhlullar üçün hansı ifadələr doğrudur? Qatılıqları müxtəlifdir. Təbii ki, ikincinin qatılığı daha artıq olacaq. Çünki orada həll olmadan kütləsi daha çoxdur. Qələvlərlə reaksiya daxil olur. Bunun qatılığı dəxli yoxdur. Hər ikisi qələvlərlə reaksiya daxil olacaqlar. Turşudur. Turşular da əsaslarına reaksiya girirlər. Sıxlıqları eynidir. Bu yanlış ifadədir. Çünki məhlulun qatılığı onun sıxlığı ilə əlaqədardır. Qatılığı çox olan sıxlığı da artıq olacaq. Ona görə də üçüncü fikir eyni olmaz. Düzgün cavabımız 1-2, yəni olacaq A variantı. Sual 76. A və B qablarının hər birində eyni həcmdə saxaroza məhlulu var. Deməli, 2 dənə qabımız var. A qabı var, B qabı var. Bunların hər ikisində eyni həcmdə saxaroza məhlulu var. Deyək ki, burada 200 ml saxaroza məhluldur. Burada da 200 ml saxaroza məhluldur. Və bizə nə deyir? Deyir ki, məhlulda saxarozanın kütləsi müxtəlifdir. Bu məhluldakı saxarozanın kütləsinə 10 qram deyək. Bu məhluldakı saxarozanın kütləsinə 20 qram deyək. Həll olan maddələrimiz. Bu bizim həll olan maddələrimiz. Saxaroza. Yəni C12H22O11 bu maddədən. Sonra bizə nə deyir? Deyir ki, bu məhlullar üçün hansı ifadələr doğrudur? Sıxlıqları müxtəlifdir? Bəli. Məhlulun qatılığı nə qədər çox olacaq? Onun sıxlığı da artıq olacaq. Ona görə sıxlıqları müxtəlifdir. Çünki burada qatılıqlar müxtəlifdir. Qatılıqlar eynidir, yanlış ifadədir. Kimyəvi xassələri eynidir, bu da doğru ifadədir. Kimyəvi xassə maddənin başqa maddəyə reaksiya girmə və yaxud da başqa maddəyə çevrilmə qabiliyyətidir. Əgər burada o maddə varsa, o xasiyyət özünü göstərəcək. Fərqi yoxdur, duru vəziyyətdədir, fərqi yoxdur, qatı vəziyyətdədir. Ona görə düzgün cavabımız 1-3, yəni A variantı olacaq. Sual 77.
Bizə 3 dənə qab verib. Deyir ki, qablardakı suda doymamış məhlulun qatılığını artırmaq üçün nə eləmək lazımdır? Birinci qabdakı məhlulu qızdırmaq lazımdır. Dostlar, bu olmaz. Səbəb? Çünki NH3 məhlulu deməli NH sözü qazdır. Qazlardan əmələ gələn məhlulları da qızdıranda qazlar özü uçub gedir. Yəni burada NH3 özü uçub gedəcək. Ona görə məhlulun qatılığı azalacaq. Amma mənə məhlulun qatılığını artırmaq lazımdır. Ona görə birinci əməliyyatı eləməmək lazımdır. Eləmək lazım deyil. Qısası A, B və C variantları getdi. İkinci qaba diqqət edin. Deyir ki, ikinci qaba natrium hidroksid əlavə eləmək. Ümumiyyətlə, həll olan maddəni əlavə eləyəndə məhlulun qatılığı artar. Ona görə düzgün cavabımız, bu 2 doğru fikirdir. Üçüncü qaba su əlavə eləmək. Su həlledicidir. Həlledici əlavə olunarsa, həlledici ilə məhlulun qatılığı tərs asılıdır. Məhlulun qatılığı azalar. Daha duru məhlul olur. Ona görə də 3 olmaz. Düzgün cavabımız Y variantı. Sual 78. 3 dənə qab verir bizə, deyir ki, qablardakı suda doymamış məhlulun qatılığını artırmaq üçün nə etmək lazımdır? Baxın, qatılığı artırmaq deyir bizə. Birinci qabdakı məhlulu qızdırmaq. Yox, bu olmaz. Səbəb? Çünki H-xlor özü qazdır. Qazlardan əmələ gələn məhlulla əgər qızdırsaq, qazın özü uçub gedəcək. Yəni, buradan H-xlor özü uçub gedəcək. H-xlor da burada həll olan maddədir. Həll olan maddədə gedirsə, məhlulun qatılığı azalmış olur. Ona görə birinci fikir olmaz. İkinci qaba su əlavə eləmək. Dəyərli dostlar, su həll edicidir. Yəni, əgər hər hansısa məhlula həll edici əlavə edirsə, o məhlul daha duru olur. Onda qatılığı artmaz ki, azalar. Ona görə 2 də olmaz. Qısası bu fikirdə getdi. Üçüncü qaba natrium xlor əlavə eləmək. Natrium xlor burada həll olan maddədir. Həll olan maddə ilə də qatılıq düz asılıdır. Nə qədər həll olan maddə əlavə edirsiniz, qatılıq o qədər artar. Ona görə düzgün cavabımız yalnız 3, yəni C variantı olacaq. Sual 79. Bizə deyir ki, 300 qram 20% duz məhluluna 10% eləmək üçün məhlula əlavə edilməlidir. Fikir verin, qatılıq azalıb. Qatılıq azalıbsa, məhlula deməli duz əlavə eləmək olmaz. Məhlula nə əlavə ediblər? Su əlavə ediblər. Bəs indi nə qədər su əlavə ediblər? Onun üçün belə bir düstur var. M1, omega 1 bərabərdir. M1 plus M su vurulsun omega son. Bu şəkildə düsturumuz. M1 bizə verib 300 qram. 300 vurulsun. Omega 1 də nədir? 20%-lidir. Bərabərdir. M1-in qiymətini yenə qoyuram bura. 300. Üstə gəlirəm M sunu bilmirəm. Vurulsun omega son. Omega son qiyməti də var. Qoy omega son qiymətini də yazaq. Baxın, omega sonu bizə 10% verib. Bundan bu ixtisar gələcək, qalacaq 2. Daha su qalacaq. Bəli, 2. 2 də 300-ə vuranda eləyəcək 600. 600 bərabərdir. 300. Üstə gəlirəm M su. Buradan da M su bərabərdir. 600-dən 300 çıxacaq. 300. Yəni, düzgün cavabımız C variantı. Sual 80. 400 qram 30%li duz məhlulunu 20% etmək üçün məhlula əlavə edilməlidir. Dəyərli dostlar, əgər qatılıq azalıbsa, deməli bura duz əlavə eləmək olmaz. Ona görə C variantı və B variantı gedir. Belə bir düsturumuz var. Yəni məhlula su əlavə olunub qısası. Belə bir düsturumuz var. M1 omega 1 bərabərdir. M1 plus M su vurulsun omega son. Bizə verilən 400 qram M1-dir. 30% isə omega 1-dir. Yəni 400 vurulsun 30 bərabərdir. Yenə də M1-in yerinə 400 qoyuram. Suyun yerinə heç bilmirəm neçədir. M su vurulsun. Omega son da 20% verir bizə. Baxın, bunu verib. Bu da omega sondur. Burada deməli, bununla bu ixtisar gələcək. Neçə dəfə? 20 dəfə. 20-ni də 30-a vuranda eləyəcək 600. 600 bərabərdir. 400 üstə gəlirəm M su. M su da buradan bərabər olacaq. 600-dən 4 çıxacaq, qalacaq 200. Yəni Y variantı. Sual 81.
Bizə deyir ki, şəkilə əsasən həll olan maddənin kütlə payının məhlulların kütlələrindən asılı qrafikini göstərmək lazımdır. Dəyərli dostlar, birinci məhlulun gəlin deməli omeqasını hesablayaq. Omega birinci bərabərdir 10, yəni həll olan maddənin kütləsi, yəni 10 qram, bölünsün məhlulun ümumi kütləsi 10-dan 40-ın cəmi, yəni 50, vurulsun 100%. Dostlar, bununla bu ixtisarcı 5 dəfə 100-5-ə böləndə eləcə 20%. Gəldi ikinci qaba baxaq. İkinci qabda yenə də həll olan maddənin kütləsi, yəni 20, bölünsün məhlulun ümumi kütləsi, yəni 20 ilə 80 də toplayacağım eləcə 100. Bunu da vuracağım 100%-ə, 100-lər ixtisarcı qalacaq 20%. Sonuncu qaba baxaq. Deməli, omega 3 də bərabər olacaq həll olan maddənin kütləsi. Yəni 80 bölünsün məhlulun ümumi kütləsi. 80 ilə 320-ni toplayacaq. Bu da neçə eləyəcək? Eləyəcək 400. Bunu da vuracaq 100-ə. Bundan bu ixtisarcı 4, 80-də 4-ə böləcək eləyəcək 20%. Dəyərlər, biz buradan nə gördük? Biz buradan gördük ki, məhlulun kütləsi arta getdi. Baxın, 50, 100, 400 arta getdi. Amma qatılıq dəyişmədi. Ona görə düzgün cavabımız Y variantı. Sual 82. Bizə 3 dənə qab veribdir və deyir ki, şəkilə əsasən həll olan maddənin kütlə payının məhlulların kütlələrindən asılı qrafikini göstərmək lazımdır. Omega 1 bərabərdir dəyərlər. Biz nə edəcəyik? Həll olan maddənin kütləsini, yəni 20-ni böləcəyik məhlulun ümumi kütləsinə. 20 ilə 60-ın cəmini, yəni 80-ə vuracaq 100-ə. Dostlar, bununla bu ixtisarcı 4 dəfə 100-də 4-ə böləndə eləyəcək 25%. Deməli, birinci məhlulumuzun qatılığı 25%-dir. Omega 2-ni tapaq. İkinci qabda həll olan maddənin kütləsi, yəni 15-i, baxın budur, böləcək məhlulun ümumi kütləsinə. Məhlulun ümumi kütləsi də nədir? 15 ilə 85-in cəmidir. Bu da eləyəcək, deməli, 100. Sonra bunu 100%-ə vuracaq. 100-lər ixtisarcı qalacaq 15%. Üçüncü qaba diqqət eləyək. Omega 3 bərabərdir. Həll olan maddənin kütləsini, yəni 10 qramı, böləcək məhlulun kütləsini, yəni 10 qramdan 90 qramın cəminə, bu da eləyəcək 100, vuracaq 100-ə. Bu da nə eləyəcəklər, dostlar? Eləyəcək 10%. Dəyərlər, biz buradan nə müşahidə elədik? Biz buradan gördük ki, məhlulların kütlələri artdıqca həll olan maddənin qatılığı azala getdi. 25, 15, 10. Bu şəkildə azala getdi. Ona görə düzgün cavabımız B variantı olacaq.